İyulun 30'unda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbekistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki İssik-Kul Golf Resort kompleksində golf klubun açılışında iştirak edib. Golf klub, İssik-Kul gölünün sahilində İssik-Kul Golf Resort çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı golf klubun payına düşür. Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssik-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında golf oynamaq üçün meydança qurulub. Daha sonra dövlət başçıları İssik-Kul Golf Resort kompleksinin ərazisini gəzdilər. Burada golf oyununun rəmzi başlama mərasimində iştirak etdilər.